Azərbaycan ordusunun kəşfiyyatçısı, qəhrəman zabiti Mayor Novruz Ələddinoğlu Əsgərov 1980-ci il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. O, Quzanlı kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi uğurla başa vurduqdan sonra 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olur. O, 2001-ci ildə həmin ali məktəbin kəşfiyyatın təşkili və aparılması fakültəsindən məzun olur. Leytenant kimi Bakı şəhərində yerləşən N sayılı hərbi hissədə xidmətə başlayır. Novruz Əsgərov 2016-cı il aprel döyüşlərində böyük qəhrəmanlıq göstərib. Qüsursuz xidmətinə görə mayor rütbəsinə qədər yüksəlir. İkinci Vətən müharibəsində Novruz Əsgərov böyük qəhrəmanlıq göstərir. O, sentyabrın 28-də Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Mayor Novruz Əsgərov Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Novruz Əsgərov ölümündən sonra vətən uğrunda, hərbi xidmətlərə görə, Suqovuşanın azad olunmasına görə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.